Ha, Necəsən? yaxşıyam. Ben bu çeşitdim evlənməyə qız axtarırsan. Mənlə evlənərsən. Yox. Niyə? Sən nə tanıyıram ki, sən kimsən ki, məhdum səndən evlənim. Daha hamı tanış olur, sonra evlənirlər. Neçə yaşın var? 34. Yox hanım ki, məndən böyüksən, istəmirəm. Sən neçə yaşın var? 30. Evlər 38 yaşın var. O deməklə belə o zaman çox söz deyə bilər. Nə bilim, mən elə bir- Yox, Ay, baba. böyüksən başım. Ha. Amma kötülükdə oxuyuruq bir-birimizə. Yox hanım, mən ən aşağısı 27-28-30 yaşında kim istəyir. Bana boş peşman olarsınız da mən bərdədə qalıram. Mən işlərin hamısında bilirəm. Toyuq saxlama, hinduşka qovalama, Ördək qovalamağı da bilirsən. ördək qovalamanı da bilirəm. Qovalamağı neyinəm? Qovalamağı halamın əri parkisə də qovalaya bilər. Hamı qovalaya bilir də. Dur, qaçırsan onlar da yürür, qaçırsan onlar dansı, onlar da yürür, qaçırsan sən də qovalayırsan. Neyinəm qovalamağı? Onlara baxmaqdan. Baboş, Ha. bilirəm. Nə? Necə saxlaya bilirəm. İtam əzizdir. Onu gəlin yana başını çıxarırsan, əziz deyirsən. Nə var ki, əziz deməyə? Baboş, mən yox demədən olar. Televizyonda oxuyuruq bir-birimizə. Az da yaxşı, az biraz. Biraz, biz də oxşuyuruq. Gəlmişəm otağına, oyadım səni qaragilə. Baboş, Bəli. mən səni deyirəm burada səni çox istəyirəm, sənin fanatına. Sən mən hörmətli deyil. Az bana deyirsən ki, bir-birimizi oxşuyuruq. Mən qadın oxşuyuram ha. Bu. Mən elə mənada demədim, ay Baboş. Sən niyə yozursan ki? Mən deyirəm ki, yəni üz vəhətdən toxuşduğumuzdan oxşuyuruq. Mən səni bəyəm qaldım. Mən səni... Ay xanım, sən məndən böyüksən də qurban olursan. 4 yaş məndən böyüksən. Yox, onlardan üçün görür, hamısı bilmişəm ki, sən kişiysən. Artıq çiçələ az kolumu tükün görürsən demir kişisən. Sən ötən sənə saçını yolum əlinə verərəm ha işte. Ağıllı ol ha. Mən səni kimlərlə məsələn, sən kimlə məsələnsən az. Hı, indiş kapırım. Kolumu tükündən. Deyə bu da yığan bərdədən. Səviyyəsiz özünə hörmət qoymayan. Kolumu tükündən bilir ki, mən kişiyəm.